Bəqərə surəsinin əvvəlinci ayələrində Allah Teala buyurur, Qur'an-ı Kerim müttəqiləri, yəni təqvalıları hidayət etmək üçündür. Kimlərdir müttəqilər? Allah Teala buyurur, "Ellezine yu'minuna bil-gayb ve yuqimunas-salah ve mimma razaqnahum yunfiqun." O kəslər ki, qeybə iman gətirərlər, namaz qılarlar və onlara verdiyimiz rizqdən, ruzilərdən, elmdən başqalarına nəfəqə verərlər. Sə'd ibn Müslim bəzi əshabdan və onlar da İmam Sadiq əleyhissalatu vesselamdan nəql edirlər. Həzrət buyurdu, ayədəki müttəqilər ki, Allah buyurur, Qur'an müttəqiləri, təqvalıları hidayət etmək üçündür. O müttəqilərdən məqsəd biz Əhl-i Beytin şiələridir. Qeybdən məqsəd ki, Allah buyurur, qeybə iman gətirərlər. Qeyb, yəni huval hüccətul qaib əccəlallahu fərəcəhu şərif. Yəni, o kəslər ki, Ali Muhammedin qaimi İmam Mehdi əccəlallahu fərəcəhu şərifin qiyamına, ki, onun qeybdə olması və bir zaman Allahın əmri ilə qiyam etməsinə iman gətirərlər və bunu haqq bilərlər. Bu sözə şahid, dəlil İmam buyurdu ki, Allah Teala Yunus surəsinin 20-ci ayəsində buyurur və yəquluna lavla unzilə aleyhi ayətun min rabbi. Kafirlər, Peyğəmbər əleyhissalamı inkar edənlər dedilər, nəyə görə o Peyğəmbərə ona bir nişanə, əlamət, bir ayə nazil olmur? Deyinən Peyğəmbər, İnnəməl qeybu lillah, fəntəziru, inni mə'kum minəl muntəzirin. Qeyb Allah üçündür, qeyb Allaha məxsusdur. İntizarda olun, müntəzir olun, gözləyin, mən də sizinlə gözləyirəm.